İtirilmiş nəzarət, qəlbin sınavı qədim Azərbaycanın dağlarının sərin qoynunda ucsuz-bucaqsız düzənliklərin, axan çayların və meşələrin sirlərini daşıyan kiçik Səfərabad kəndində həyat, min illik ənənələrin, ataların hikmətinin və insan ruhunun ən dərin qatlarının izlərini daşıyan böyük bir roman kimi davam edirdi. Hər səhər dağların zirvəsindən aşağı süzülən qızılı günəş şüaları, kəndin dar daş yollarını və qoca evlərin səssiz divarlarını işıqlandırır, torpağın özünə məxsus zəngin ətirini oyadırdı. Lakin bu gözəlliyin sanki qəlblərdə yaşayan istiliyi və umudu simvolizə etməsi ilə yanaşı, bəzən həyatın sərt reallıqları insanın nəzarətini itirməsinə, qəlbin dərinliyində itirilmiş ümid və inamın sarsılmasına səbəb olurdu. Kiçik Səfərabadın sakinləri üçün ən böyük sərvət, maddi var-dövlət yox, atalarının buraxdığı dəyərlər idi. Sevgi, mərhəmət, ədalət və dürüstlük, bunlar insanın qəlbində yanan müqayisə olunmaz işıq, əsl xəzinə sayılırdı. Nəsildən nəsilə ötürülən bu dəyərlər, kəndin hər küncündə, hər evdə yaşanırdı. Amma son zamanlarda kəndin gəncləri və yaşlıları arasında həyatın təbii axışından kənara çıxan, nəzarətin itirilməsi ilə yaranan qəribə bir kədər hökm sürməyə başladı. Bu, sanki hər kəsin öz həyatında itirilmiş nəzarət, özünü itirmə və dərin bir qarışıqlıq hissi ilə müşahidə olunurdu. Elçin adlı gənc bir oğlan, kiçik Səfərabadın qürurlu və çalışqan sakinlərindən biri idi. Uşaqlıqdan bəri o, kəndin dar daş yollarında, qoca palıd ağaclarının kölgəsində və atalarının nağıllarında böyümüş, həyatın hər anını nizamlı və sakit keçirməyə çalışmışdı. Ancaq illər keçdikcə müxtəlif hadisələr, qəfil dəyişikliklər və şəxsi itkilər onun qəlbində dərin yaralar buraxdı. Elçin öz həyatında hər şeyin öz yerində və nizamlı olmasına, hər şeyin gözlənilən qaydada getməsinə inandı, lakin zamanın sərt reallığı onun planlarının, ümidlərini və nəzarətini alt-üst etdi. Bir gün Elçin böyük bir itki ilə üz-üzə qaldı. Uzun illər boyu təsərrüfatını idarə edən, ailəsinin qürur mənbəyi olan o torpaq birdən-birə gözlənilməz bir fəlakətlə üzləşdi. Toxumlar, əkin sahələri, hətta evin küncündə yetişən çiçəklər belə sanki soldu, həyatın istiliyi yox oldu. Elçin öz həyatının və təsərrüfatının nəzarətini itirdiyini hiss edərkən qəlbində dərin kədər, qəzəb və çaşqınlıq yarandı. O, gün keçdikcə həyatın ona nəzarəti itirdiyini, hər şeyin öz qaydasından kənara çıxdığını və bu vəziyyətdən qurtulmaq üçün nə edə bilmədiyini düşündü. Bu itki, Elçinin iç dünyasında böyük bir fırtına yaratdı. O, günlərin birində kəndin sakit meşələrinin arasında tək başına gəzərkən, qəlbində sanki bir səs duydu, nəzarət etdi, amma hər itki, hər acı, həyatın təzə başlanğıclarının da habercisidir. Bu səs o qədər səmimi və dərindən gələn idi ki, Elçin özünü sanki atalarının nağıllarında eşitdiyi, insan ruhunun ən dərin qatlarından doğan ümidin səsi kimi hiss etdi. O, dərhal öz içindəki bu səsi dinləməyə başladı. Gecələr ulduzların altında, qoca evlərin divarlarına toxunan küləklərlə o, öz keçmişini, itkilərini və dərin yaralarını düşündü və anladı ki, həyatın hər bir anı nəzarətin itirildiyi bir an kimi görünə bilər, lakin eyni zamanda o, yeni ümidlərin və təzə başlanğıcların da başlanğıcıdır. Elçinin bu dərin düşüncələri kəndin digər gəncləri arasında da geniş yayıldı. Kəndin gəncləri atalarının eşq dolu nağıllarını və ənənələrini xatırlayaraq həyatın hər anının nəzarətin itirildiyi anların belə insanın qəlbində yeni ümid işıqları doğuracağını anlamağa başladılar. Sosial iclaslarda, ailə evlərində və bazarlarda insanlar öz aralarında bu mövzunu müzakirə edərək, hər kədərin, hər acının içində gizlənən dərin dərsləri və təzə başlanğıcları kəşf etməyə çalışırdılar. Elçin bu yeni ümid və düşüncələrlə dolu olaraq, kənddə nəzarət yenidən qazanılmalıdır adlı bir layihə başlatdı. O, layihənin məqsədini belə izah edirdi: əziz qardaşlarım və bacılarım, həyatın bəzən bizə nəzarəti itirdiyi anlar olur. Lakin unutmayaq ki, hər itki, hər acı içimizdə yeni ümidlər, yeni başlanğıclar doğurur. Biz atalarımızın eşq dolu nağıllarını və dərin dərslərini xatırlayaraq nəzarəti həm maddi, həm də mənəvi olaraq yenidən qazanmalıyıq. Həyatın bu itirilmiş nəzarəti gələcək üçün sarsılmaz inamın və sevginin başlanğıcı ola bilər. Layihənin başlanğıcında Elçin kəndin müxtəlif yerlərində iclaslar təşkil etdi. O, təkcə öz təcrübəsini, itkilərini və duyduğu acını bölüşməklə kifayətlənmirdi, həm də hər kəsin öz hissəsini dinləməsi, qəlbində yanan o sarsılmaz ümid işığını tapması üçün təşviq edirdi. İnsanlar atalarının nağıllarında eşitdikləri qəhrəmanlıq və mərhəmət hekayələrini xatırlayaraq bu iclaslarda bir araya gəlir, hər kədərin və itkinin ardında gizlənən dərin dərsləri, yeni başlanğıcları və ümidləri müzakirə edirdilər.
Kəndin mədəniyyət müəssisələrində, məktəblərdə və hətta ailə evlərində nəzarət və yenidən qazanma mövzuları geniş müzakirə olunmağa başladı. Müəllimlər uşaqlara həyatın hər anının bir dərs olduğunu, hər itkilə birlikdə yeni ümidlər doğduğunu öyrədirdilər. Yaşlılar isə öz həyat təcrübələrini, atalarının eşq dolu nağıllarını və keçmişin ağır dərslərini paylaşaraq gənclərə inam və ümid bəxş edirdilər. Elçinin rəhbərliyi altında həyata keçirilən bu layihə kəndin ruhunu və mədəniyyətini yenidən canlandırdı. Kəndin təsərrüfatı modernləşdi, yeni texnologiyalar tətbiq olundu və kəndin iqtisadiyyatı canlandı, lakin ən əsası, hər kəs qəlbində yeni ümid, yeni nəzarət və dərin sevgi işığı tapdı. İnsanlar həyatın hər anının nəzarətin itirildiyi anları və sonradan qazandığı bu yeni ümidləri qiymətləndirərək öz nağıllarını sevgi və mərhəmətlə yazmağa davam etdilər. Bir neçə il sonra Qızıloba kəndinin hər küncündə, hər evində nəzarət yenidən qazanılmalıdır layihəsinin gətirdiyi dəyişikliklər, atalarının eşq dolu nağılları ilə birləşərək, kəndin bütün sakinləri üçün müqayisə olunmaz dəyərin və ümidin canlı təcəssümü oldu. Hər kəs həyatın ən çətin anlarında belə qəlbində yanan o sarsılmaz ümid işığını itirmədən gələcəyə doğru addım atmağı bacardı. Elçin öz səmimi sözləri ilə həyat itirilmiş nəzarətin ardınca içimizdə yeni ümidlər və təzə başlanğıclar yaradır. Bizim qəlbimiz hər çətinliyi sevgi və mərhəmətlə aşmağa qadirdir, deyərək kənd sakinlərini ruhlandırdı. Günlər, illər üst-üstə gəldikcə Qızıloba kəndi həm maddi, həm də mənəvi sahədə böyük irəliləyişlər əldə etdi. Kəndin təsərrüfatı genişləndi, yeni məhsullar bazara çıxırdı, lakin ən əsası, hər kəs həyatın ən dərin kədərindən sonra doğan ümid və nəzarət işığını atalarının eşq dolu nağıllarında və mədəniyyətində tapdı. Kəndin gəncləri məktəblərdə, iclaslarda və sosial tədbirlərdə öz arzularını və gələcək planlarını atalarının öyrətdiyi dəyərlərlə birləşdirərək bir-birinə dəstək olurdular. Məktəbdə müəllimlər uşaqlara nəzarəti itirmək və yenidən qazanmaq mövzularını həyatın inkubasiya prosesinə bənzəyən bu təcrübəni öyrədərək, onları gələcəyə ümid dolu və güclü addımlarla irəliyə aparmağı öyrədirdilər. Uşaqlar hər dərsdə, hər söhbətdə, həyatın ən qaranlıq anlarında belə qəlbdə yanan o müqayisə olunmaz ümid işığının nə qədər vacib olduğunu anlayırdılar. Zamanla nəzarət yenidən qazanılmalıdır layihəsi kəndin yalnız iqtisadiyyatını deyil, mədəniyyətinin ənənələrini və insan ruhunun dərinliyini də yenidən canlandırdı. Hər kəs atalarının buraxdığı müqayisə olunmaz dəyərləri ürəklərində yaşadaraq həyatın hər çətinliyini sevgi və inamla aşdı. Qızıloba kəndinin hər kəsi hər səhər günəşin qızılı şüaları ilə oyanıb, hər axşam ulduzların sönük işığında həyatın nəzarətini və ümidini tapmaq üçün öz nağıllarını yazmağa davam etdi. Elçin, Murad, Tural və digər gənclər atalarının eşq dolu nağıllarını və həyatın inkubasiya prosesində doğan ümidləri, kəndin mədəniyyətinin və gələcəyin parlaq səhifələrində öz izlərini buraxdılar. Hər kəs həyatın hər səhifəsində, hər cümləsində qəlbin səsini, o sarsılmaz ümid işığını eşidərək öz nağıllarını sevgi, mərhəmət və inamla davam etdirdi. Bu, Tolstoyun romanlarında olduğu kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər anında yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir hekayə idi. Beləliklə, Qızıloba kəndi itirilmiş nəzarət anlarından sonra belə atalarının öyrətdiyi müqayisə olunmaz dəyərləri, isti qəlbin səsini və həyatın inkubasiya prosesində doğan təzə ümidləri taparaq, gələcək nəsillərə sevgi və inamın əbədi gücünü miras qoydu. Hər kəs bilirdi ki, həyatın ən böyük xəzinəsi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunun dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid, sevgi və mərhəmət işığıdır. İndi də hər səhər günəşin qızılı şüaları ilə başlayan, hər axşam ulduzların sönük işığında bitən o sakit gecələrdə, kiçik Qızıloba kəndinin hər kəsi itirilmiş nəzarət, qəlbin sınavı adlı bu dastanı ürəklərində daşıyır. Atalarının eşq dolu nağıllarını və dərin dəyərlərini xatırlayaraq, həyatın hər çətin anını sevgi, mərhəmət və inamla yazmağa davam edirdi. Gələcək nəsillər bu dastandan ilham alaraq, həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz işığı itirmədən öz nağıllarını sevgi və inamla davam etdirəcəklərinə söz verdilər. Hər kəs həyatın hər səhifəsində, hər cümləsində qəlbin səsini, o isti, sarsılmaz ümid və sevgi işığını eşidərək öz romanlarını yazmağa davam etdirdi. Bu, Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər anında yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir təcəssüm idi.
Beləliklə, Kiçik Qızıloba kəndi atalarının eşq dolu nağıllarını və dərin dəyərlərini ürəklərində saxlayaraq, həyatın hər çətinliyini sevgi, mərhəmət və inamla aşaraq, gələcək nəsillərə də bu müqayisə olunmaz dəyərin, isti qəlbin səsinin və yenidən doğuşun sarsılmaz gücünü miras qoydu. Hər kəs bilirdi ki, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu işıqlandıran o müqayisə olunmaz ümid və sevgi işığında gizlidir və bu işıq həyatın ən çətin anlarında belə ümid və yenidən doğuşun təməlidir. Beləliklə, itirilmiş nəzarət, qəlbin sınavı adlı bu dastan Kiçik Qızıloba kəndinin daş divarlarında, qoca palıd ağaclarının yarpaqlarında və axan çayın sularında əbədi iz buraxdı. Hər kəs atalarının eşq dolu nağıllarını, dərin dəyərlərini və qəlbdə yanan müqayisə olunmaz ümid işığını unutmadan, həyatın hər səhifəsini sevgi, mərhəmət və inamla yazmağa davam etdi. Gələcək nəsillər bu dastandan ilham alaraq, həyatın ən qaranlıq anlarında belə qəlblərində yanan o müqayisə olunmaz işığı itirmədən öz nağıllarını sevgi və inamla davam etdirəcəklərinə sarsılmaz inam bəxş etdilər.